Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə 7 iyul 2019 tarixində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanının coğrafiya suallarını izah edəcəm. Başlayaq ilk sualdan. Birinci sualda bizə deyir ki, xəritə sxemdə rəqəmlərə uyğun gələn faydalı qazıntıları və onların yerləşik yataqları müəyyən etməliyik. Gəlin variant baxaq. A variantında 4-ə əhəng daş verib yanlışdır. Bu kvars qumun işarəsidir. B variantında 2-yə molibden verib yanlışdır. Bu polimetalın işarəsidir. Sonra C variantında 1-ə neft verib, deməli naftalan ərazisi doğrudur. 2-yə polimetal verib, gümüşlü yataqda şəhər rayonu ərazisində də doğrudur. 3-ə dəmir filizi verib daş kəsəndə də doğrudur. Cavab C variantıdır. D variantında səhv olan odur ki, deməli, bir qaz yatağı deyil, neft yatağıdır. Y variantında səhv olan odur ki, deməli, 3 dəmir filiz yatağıdır. Burada cips yatağı deyil. Cavab olacaq C variantı. Sonra ikinci sualda deyir ki, beynəlxalq ticarətdə dəmir filizinin daşımalarının düzgün göstərildiyi istiqaməti müəyyən etməyimizi istəyir bizdən. Deməli, filiz daşımaları adətən inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə belə deyim də daşınır. Burada istisna dövlətlər var ki, bunlardan biri də Avstraliya idi ki, Avstraliya dəmir filizi ehtiyatına malik idi və onun belə deyim, dəmir filizi Yaponiyaya daşınırdı. Cavab olacaq B variantı. Üçüncü sual sadə sualdır. Verilən ölkələrin deməli yerlərini istəyir. Deməli burada 1 Somalidir, 2 deməli Mərakeşdir, 3 Mavritaniyadır, 4 isə deməli Liviyadır. Cavab olacaq burada B variantı. Sonra dördüncü sualda deyir ki, bütövlükdə Kür çayının sağ sahilində yerləşən inzibati rayonlar. Baxaq. Deməli, ilk olaraq bunu sizə göstərim, bir şəkil göstərim, onu əzbərləyin əgər yoxdursa sizin materialınızda. Öz dərs vəsaitimdən göstərim, onu skrinləyə bilərsiniz. Baxın, gördüyünüz kimi bu şəkildə Kür çayının sahilinin hər iki sahil, sağ sahil, sol sahili verilib. Buradan skrinləyə bilərsiniz ekrana. Baxaq. Bizə deyir ki, sağ sahilində yerləşənlər inzibati rayonları müəyyən edin. Gəlin variant gedək. A variantında Ağdaşla Kürdəmir verib. Gördüyümüz kimi Ağdaşla Kürdəmir, gördüyümüz kimi yaşıl rənglə yazmışam burada. Sol sahildir. Yanlışdır. C variantında Bərdə ilə Ağcabədi verib. Baxaq. Deməli, burada Göyrənç sağ sahildir. Bərdə və Ağcabədi. Hər ikisi sağ sahildir. Cavab C variantı. Y variantında səhv olan odur ki, deməli, Tovuzla Yevlax hər iki sahildir. B variantında səhv olan odur ki, Şəki ümumiyyətlə Kürün sahilində yerləşmir. D variantında səhv olan odur ki, Neftçala Kürün hər iki sahilindədir. Daha sonra Ağcabədi isə sağ sahil doğrudur. Amma burada Neftçala yanlışdır. Cavab olacaq C variantı. Daha sonra 5-ci sualda deyir ki, orta illik yağıntıların azalma miqdarına görə məntəqələri sırasını müəyyən edin. Bu sualı həll etmək üçün, tapmaq üçün biz Azərbaycanda yağıntıların paylanması paraqrafını nəzər yetirməliyik. Deməli, bu paraqrafda sizə göstərim detallı olaraq. Baxın, söhbət bu xəritə sxemindən gedir. Deməli, bizə verilən buradakı inzibati rayonlar Yevlax, İsmayıllı, Bakı, Astara və Ağsudur. Deməli, biz burada yağıntılara daha doğrusu azalma sırasından çoxdan aza sıralamalıyıq. Gəlin baxaq. Deməli, verilən inzibati rayonlar birinci ilk olaraq Yevlax idi. Yevlax rayonu idi. Gördüyümüz kimi rəng şkalasına baxanda görürük ki, burada yağıntılar 200-400 mm aralığındadır. Daha sonra İsmayıllı rayonu idi. İsmayıllı rayonunda gördüyümüz kimi yağıntılar deməli 600 ilə 1000 millimetr aralığındadır. Daha sonra Bakı idi. Bakıda yağıntılar 200 millimetrdən az olurdu. Daha sonra Astara rayonu idi. Astara rayonunda yağıntılar gördüyümüz kimi 1600 millimetrdən çox olurdu. Daha sonra ən sonunda burada Ağsu rayonu idi. Deməli, Ağsuda da yağıntılar gördüyümüz kimi bu rəngə uyğun gəlir. 400-dən 600 mm aralığındadır. Bunu tapmağın yolu bu xəritə iləndir. İndi burada sıralasaq, indi məntiqən burada sıralasaq, əgər o cədvəl xəritəni unutsaq, necə taparıq? Deməli, ən çox yağıntı Talış dağlarına düşürdü. Talış dağlarına yaxın Astara. Daha sonra burada arid dendrasyon relyefinin olduğu yer Abşeron Qobustandır. Bakı oradadır. Deməli, 3 ən axırda olacaq, ən az yağıntı. 4 ilə başlayıb 3 ilə bitməlidir variantımız. Avtomatik qalır C variantı. Bunu belə ancaq həll edə biləcəyik. Digər variantda. Daha sonra 6-cı suala baxaq. 6-cı sualda baxaq, söhbət hansı iqlim diaqramından gedir? Deməli, 6-cı sualda gördüyümüz kimi söhbət şimal yarımkürəsindən gedir.
Yağıntılar qış aylarında düşüb, temperatur qış aylarında mənfiyə düşməyib. Bu subtropik iqlim qurşağının Aralıq dəniz tipinə aid olacaq. Bunu necə aid elədik? Gəlin baxaq. İqlim diaqramını şagirdlər biraz çaşırlar tapmaqda. Deməli, ekvatorial, subekvatorial və tropik iqlim qurşağı ola bilməz. Niyə? Çünki orada temperatur qış aylarında bu qədər soyumur. Deməli, daha sonra mülayim iqlim qurşağında yalnız dəniz tipində temperatur mənfiyə düşmür. Qalan hamısında mənfiyə düşür. Dəniz tipində də temperatur il boyu bərabər olmalıdır. Subarktiklə arktikdə qış aylarında mənfiyə düşməlidir. Yerdə qalır subtropik. Subtropikin bildiyimiz kimi 3 dənə tipi var. Aralıq dənizi, kontinental və musson. Subtropikin kontinentalında temperatur qışda mənfiyə düşməlidir, amma burada düşməyib. Deməli, kontinental deyil. Mussonda yağıntılar yay aylarında olmalıdır. Burada yağıntılar qışdadır. Deməli, musson deyil. Cavab yerdə qaldı subtropikin Aralıq dənizi. Bunu çıxdaş eləyə belə tapacaqsınız. İndi baxaq. Musson deyil, bir yanlışdır. Cənub yarımkürəsində yerləşmiş şimaldır. Diaqram bu formadadırsa şimaldır, bu formadadırsa cənubdur. Deməli, subtropikin Aralıq dənizində bəli, codyarpaqlı meşə və kolluqlar inkişaf eləmişdir qəhvəyi torpaqlar üzərində. Suvarma ikincisi bəli inkişaf edib, çünki yay ayları quraqdır. Yay ayları bol yağıntılı deyil. Diaqramdan gördüyümüz kimi qış yağıntılıdır. Aralıq dəniz iqlim tipi üçün xarakterlikdir, doğrudur. Cavab olacaq A variantı. Daha sonra 7-ci sual profil sualıdır, horizontallarla bağlı. Deməli, kəsmə yüksəkliyi bizə verilib 5 metr. İndi baxaq. Deməli, bura 80-dir. Kəsmə yüksəkliyi 5-dir, bura 85-dir. A 85 ilə 90 aralığında bir rəqəmdir. Burada görürük ki, A 100-dən böyükdür, olmaz. 85-90 aralığı, deməli, burada 70-80 aralığıdır. 85-90, 85-90. A variant, A hissəsi digər üçünə uyğun gəlir. İndi B-yə baxaq. Deməli, 5-dir kəsmə yüksəkliyi. Bura 80, 85, 90, 95, 100, 105. 100 ilə 105 arasında olmalıdır B hissəsi, B nöqtəsi. 100 ilə 105 bu olmaz, 70-in üzərindədir. Burada da 100-dən aşağıdadır. Yerdə qalır B variantı, 100-dən böyükdür. Daha sonra 8-ci sualda deyir ki, hesabat ilində Azərbaycanın ixrac etdiyi məhsulun dəyəri 2167 milyon, ixalatı isə 1665 milyon ABŞ dolları olmuşdur. Ticarət balansının növünü müəyyən edin. İlk olaraq bu çox rahat elementar məsələdir. Ticarət balansını tapmaq üçün ixracla idxalın fərqini tapırıq. 2167-dən 1665-i çıxırıq. Yerdə qalır 502 milyon. Cavabımız ya A'dır, ya D'dir, ya da Y'dir. İndi burada müsbət mənfi necə aid edilir? Əgər satdığımız, yəni ixrac bizim satdığımızdır. İdxalsa aldığımızdır. Əgər bizim satdığımız aldığımızdan çoxdursa, deməli ticarət balansı müsbətdir. Burada da görürük ki, satdığımız 2167-dir, aldığımız 1665-dir. Demək ki, müsbətdir. Satdığımız aldığımızdan çoxdur. 9-cu sualda deyir ki, təbii artımın birinci tipinə malik olan əksər ölkələr üçün səciyyəvi əlamətlər. Təbii artımın birinci tipə aid olacaq inkişaf etmiş ölkələrə, ikinci tip inkişaf etməkdə olan ölkələrə aiddir. İndi baxaq variantlara. Əhalinin sayında uşaqların sayının üstünlüyü təşkil edilməsi inkişaf etməkdə olan ölkələrə aiddir. İnkişaf etmiş ölkələrdə uşaqların sayı az olur, yaşlıların sayı çox olurdu. Avtomatik 2 doğrudur. Suburbanizasiya prosesi gedir, doğrudur. Amma inkişaf etməkdə olan ölkələrdəki bu prosesə yalançı urbanizasiya deyilirdi. Suburbanizasiya inkişaf etmiş ölkələrə aiddir, doğrudur. İşçi qüvvəsinin tələbatı bəli çoxdur. Urbanizasiya səviyyəsi inkişaf etmiş ölkələrdə yüksəkdir. Urbanizasiya yadımıza salaq ki, əhalinin şəhərlərdə məskunlaşmasıdır. Təhsil səviyyəsi təbii ki, aşağı olmaz inkişaf etmiş ölkələrdə. Cavab olacaq Y variantı. Daha sonra buradan baxırıq 10-cu suala. Şimali Avropa və Cənubi Avropa regionlarının fərqli xüsusiyyətlərini bizdən istəyir. Gəlin ilk olaraq biz bu regionlara baxaq xəritədə. Deməli, Şimali Avropa regionumuz və Cənubi Avropa regionu. İndi baxaq. Sualda bizə deyir ki, Hind-Avropa dil ailəsinə mənsub bizə fərqli xüsusiyyət lazımdır. Hind-Avropa dil ailəsinə mənsub xalqların olması, hər iki regionda Hind-Avropa xalqları var. Şimali Avropada, məsələn, Norveç, İsveç, Hind-Avropanın German qrupuna aiddir. Cənubi Avropa isə demək olar ki, əksər ölkələri Hind-Avropanın Roman dil qrupuna aiddir, yəni oxşarlıqdır.
Bitkiçilik heyvandarlıqdan üstün inkişaf edib. Bəli, bu Cənubi Avropanın Şimali Avropadan fərqli xüsusiyyətdir. Niyə? İndi izah edeyim. Şimali Avropanın iqlimi daha sərt olduğu üçün, həm də ərazisi dağlıq olduğu üçün burada heyvandarlıq daha çox inkişaf edib. Cənubi Avropanın iqlimi isə nisbətən əkinçilik üçün uyğundur. Subtropik iqlim qurşağının Aralıq dəniz tipində yerləşir. Bu iqlim qurşağı da əkinçiliyin inkişafı üçün yetərincə aqroiqlim ehtiyatları özündə barındırır, belə deyim. 2 doğrudur. Qərb şərqlərinin təsirinə məruz qalması bu oxşarlıq olacaq. Fəaliyyətdə olan vulkanlar hər ikisində var. Şimali Avropada, İslandiyada Hekla, Bardambunga vulkanları misal göstərmək olar. Cənubi Avropada, İtaliyada Etna, Vezuvius, Stromboli misal göstərmək olar, oxşarlıqdır. Buzlaq mənşəli göllər bu, bəli, Şimali Avropanın Cənubi Avropadan fərqidir ki, burada daha geniş yayılıb. Bildiyimiz kimi Şimali Avropa nisbətən qütbə daha yaxın olduğu üçün burada həm də 4-cü dövr buzlaşması da baş verdiyi üçün burada buzlaq mənşəli göllər geniş yayılacaq. İki okeanın sahilində yerləşməsi, bəli, bu da Şimali Avropanın Cənubi Avropadan fərqidir. Çünki Şimali Avropa regionu Atlantik və Şimal Buzlu Okeanın sahillərində yerləşir. Amma ki, Cənubi Avropa yalnız Atlantik Okean sahillərindədir. Cavab olacaq 2, 5, 6 Y variantı. Daha sonra 11-ci sualda bizə deyir ki, hansı sxemdə qanuna uyğunluq düzgün göstərilməmişdir? Mövzu siklon və antisiklon mövzusudur. İndi baxaq buradakı söhbət nədən gedir? Baxın, əgər sənə sizə verilən ox kənardan mərkəzə doğru çəkilibsə, yəni oxlar içəridirsə, bu siklondur. Əgər mərkəzdən kənara doğrudursa, oxlar kənardadırsa, bu antisiklondur. Deməli, siklonun mərkəzində alçaq təzyiqdir. Antisiklonun mərkəzində yüksək təzyiqdir. Siklonun mərkəzində rəqəm az olmalıdır, kənara getdikcə çoxalmalıdır. Antisiklonda mərkəzdə rəqəm çox olmalıdır, kənara getdikcə azalmalıdır. İndi bir-bir baxaq. Gördüyümüz kimi oxlar içəridir, siklondur. Rəqəm az olmalıdır mərkəzdə, kənara getdikcə artmalıdır. Bu doğru verilib. B variantı da eynən siklondur. Az verilib rəqəm, kənara getdikcə artıb. C variantı antisiklondur. Mərkəzdə rəqəm çoxdur, kənara getdikcə artıb. D variantında antisiklondur, rəqəm çoxdur, kənara getdikcə artıb. Y variantında antisiklondur, amma rəqəm mərkəzdə azdır, kənara getdikcə artıb. Tərsinə, antisiklonda rəqəm mərkəzdə çox olmalıdır, kənara getdikcə azalmalı idi. Daha sonra 12-ci sualda ətraf mühitin çirklənməsində sənaye məhsullarının rolunun daha az olduğu, yəni qısacası burada faydalı qazıntıların az olduğu ərazilər seçməliyik. Məsəl üçün, Azərbaycan Talış dağlarında faydalı qazıntı ehtiyatları çox az yayılıb. Sonra 6 nöqtəsi dağlıq ərazilərdə burada Böyük Qafqaz dağlarında ümumiyyətlə faydalı qazıntı ehtiyatları az yayılıb. Həm də bir Acınhor Ceyrançöldə də faydalı qazıntı ehtiyatları azdır. Bir dənə Acınhor Ceyrançöldə potensial neft ehtiyatı var. O da az miqdardadır. Cavab olacaq 1, 4, 6. Burada 3 təxminən daşkəsən bölgəsidir. Burada dəmir filizi çıxarılır. Burada 2 təbii ki Bakı, 2 ilə 5-də də neft çıxarılır. Daha sonra 13-cü sualda bizə deyir ki, miqyas verilib. Deyir, B-dən keçməklə A və C-yə qədər olan məsafəni hesablayın deyir bizə. Baxın, bizdən soruşur xəritədəki məsafəni. Xəritədəki məsafənin düsturunu xatırlayaq. Həqiqi məsafəni bölməliydik miqyasa. Bizim miqyasımız var. 5 dənə 0 sildik. Miqyasımız gəldi 200. Qoyuram yerinə. Həqiqi məsafəni tapmalıyam. ABC arasındadır bu. İndi baxaq. A-dan B-yə 20 dərəcə fərq var. A 20-dədir, B ekvatordadır. 20 dərəcə fərq var. Bunu kilometrə çevirmək üçün vururam 111-ə. Eləyir 2220. Bunu tapdım. B ilə C-nin arasında da ekvator üzərindədir. B 30 qərbdir, C 30 şərqdir. Bunlar fərqli yarımkürədə olduğu üçün toplayırıq 60 dərəcə eləyir. Vururam yenə ekvator üzərində olduğum üçün 111-ə 6660 eləyir. Bunların arasında 6660 fərq var. ABC ümumilikdə o zaman eləyəcək 8880. Gətirdim, bunu da burada qoydum yerinə. Bu da eləyəcək 44,4. Cavab B variantı. 14-cü sualda Küdrü-Şirvan fiziki coğrafi rayonuna aid olan əlamətləri istəyir. Küdrü-Şirvan fiziki coğrafi rayonları arasına baxaq. Deməli, Küdrü-Şirvan fiziki coğrafi rayonları arası gördüyümüz kimi, baxın, bu ərazidir. Xüsusiyyətlərinə baxaq.
Xarici ölkənin sərhəddimi? Xeyr, gördüyümüz kimi heç bir xarici ölkənin sərhəd deyil. Küdri Şirvan əsasən Şirvan düzənlik hissəsidir. Ümumiyyətlə bu ərazidə qışı mülayim, yayı quraq keçən yarımsəhra quru çöl iqlim tipi yayılıb. İki yanlışdır. Yarımsəhra quru çöl düzdür. Düzənlik olduğu üçün boz çəmən Azərbaycanda düzənlik ərazilərdə yayılıb. Qış otlaqları kimi istifadə olunur, doğrudur. Azərbaycanda ümumiyyətlə düzənliklərin demək olar ki 90% qış otlaqları kimi istifadə olunur. 6-da ərazisindən xeyr, yuxarı Qarabağ kanalı keçmir. Yuxarı Şirvan kanalı keçir. Cavab 3, 4, 5-dir. Sonra 15-ci sual Car və Misiri müqayisə etməyimizi istəyir. Car inkişaf etmiş ölkədir. İki okeana çıxışı olan, hər ikisinin iki okeana çıxışı var. Deməli, buradan Carın Atlantika və Hində çıxışı var. Misirin də buradan Aralıq dəniz vasitəsilə Atlantika, Qırmızı dəniz vasitəsilə Hind okeanına çıxışı var, oxşarlıqdır. İki qitədə yerləşən Misirdir. Afrika və Asiya qitələrində yerləşir. Filiz hasilatına görə fərqlənən Cardır. Afro-Asiya dil ailəsinə mənsub olan Misirdir. Respublika idarəetmə forması hər ikisinə aid olacaq. Cavab Y variantıdır. 16-da qalay və boksit ehtiyatlarına görə fərqlənir. Bildiyimiz kimi dünyanın ən mühüm qalay Wolfram ehtiyatları Cənub-Şərqi Asiyada, xüsusilə Malayziyadadır. Malazziya olsa bilən birincisi də A variantında var. Boksit də Qvineyada bəli var. Qvineya körfəzində geniş yayılıb, orada da Qvineya ölkəsinə aiddir. 17-də Özbəkistan Respublikasına aid olan xüsusiyyəti istəyir. Türk dünyasının coğrafiyasına aid bir test tapşırıqdır. Əhalisinin çox hissəsi Amudərya və Sırdərya çayları arasında yerləşir, doğrudur. Tropik və subtropik, ümumiyyətlə tropik iqlim qurşağında yerləşən Türk dövləti yoxdur. Türk dövlətləri demək olar ki, əsasən yerləşir subtropik və mülayim iqlim qurşağında. Dövlət qurumlarındansa Saxya-Yakutiya, Subarktika və Arktik iqlim qurşağına düşür. Daha sonra əhalinin çox hissəsi Türk dil qrupunun Uyğur qoluna aiddir, doğrudur. İran, Pakistan və Çinlə həmsərhəddir deyir. Xeyr, İranla sərhəd deyil. Pakistanla da və Çinlə də bunun sərhədi ümumiyyətlə yoxdur. Səhra və yarımsəhra landşaftı bəli üstünlük təşkil edir. Federativ inzibati ərazi quruluşuna malikdir. Ümumiyyətlə yadınıza saxlayaq ki, bütün Türk dövlətləri unitar inzibati ərazi quruluşuna malikdir. Cavab olacaq B variantı. Daha sonra 18-də Yaponiyanın yerləşdiyi Böyük Adalar qrupu. Deməli, burada Honshu, Shikoku və Hokkaido adalarından söhbət gedəcək. 19-da çayların mənsəblərinin mütləq hündürlüklərinin azalma sırasına görə müəyyən edin. Buradakı əsas məntiqi izah edəcəm, daha sonra birbaşa cavabı qeyd edəcəm. Çünki bu xəritə sualdır. Buradakı əsas məntiq 100% ki, siz xəritədə çayların yerini bilməlisiniz. Bu öz qaydasında. Bunu nətər tapacağıq? Deməli, baxın, çayların mənsəbi artma və yaxud da azalma ardıcılığı deyirsə, Xəzərdən uzaqlaşdıqca bunların mənbəyi artır. Xəzərə yaxınlaşdıqca azalır. Bu məntiqdən biz götürəcəyik. Burada deməli Arpaçay, Həkəri, Ataçay verib. Deməli mənsəblərin hündürlüklərinin azalmasına görə deyirsə biz qərbdən şərqə sıralamalıyıq bunları. Arpaçay, Həkəri, Ataçay doğru cavab elə variantıdır. Digər çaylara siz özünüz baxın. Yəni bunun əsas məntiqini sizə izah elədim. 20-ci sualda orta çoxilli iqlim göstəricisine əsasən ərazilərdə formalaşa biləcək təbii kompleksləri müəyyən etməyimizi istəyir bizdən. Deməli, baxaq. Burada görürük ki, yağıntı 200-dür. Mümkün buxarlanma 1200-dür. Temperatur yüksəkdir, yağıntı çox azdır. Mümkün buxarlanma çoxdur. 200-ü 1200-ə böləndə təxminən 0,16, yəni rütubətlənmə misal vahiddən çox kiçikdir. Burası səhradır, fikirləşmədən bir səhra olacaq. Daha sonra 2-də görürük ki, yağıntı 300-dür, mümkün buxarlanma deməli 200-dür. 300-ə 200-ə böləndə düşür 1,5, rütubətlənmə misal 1-dən böyükdür. İkinci tərəfdə deməli olacaq tundra. Üçüncü tərəfdə 400-ün 600-ə nisbəti meşə çöl təbii zonasıdır. Burada da yağıntı gördüyümüz kimi 2200-dür, mümkün buxarlanma 1500-dür. Bunu görən kimi dərhal ekvatorial götürməlisiniz. Yəni bu rəqəmlər əzbərlənəcək rəqəmlərdir. 21-də Böyük Qafqazda yerləşən dağ zirvələrinin mütləq hündürlüyün artma sırasına görə müəyyən etməyimizi istəyir bizdən. Deməli, 2205, 4191, 42, 43. Cavab elə A variantıdır. Burada 3629 Babadağdır, 2305'dir. Sıra pozuldu. Bazaryurt 4100 deməli 26'dır. Dübrar 2205'dir. Burada azaldı artıq, artma deyir.
Ümumiyyətlə bazar düzdən yüksək bir şey olamaz Azərbaycanda. 3629, 4191, 2305 təzədən azaldı. Cavabımız A variantıdır. 22-də düzgün olan sıranı müəyyən etməyimizi istəyir. Dağ tundrada boz çəmən torpaq örtüyü olmaz. Boz çəmən Azərbaycanda yarım səhrada yayılıb. Daha sonra Zaqatala Lahıc bölgəsində dağ olmaz. Bu Azərbaycanda Lənkəran bölgəsində yayılıb. Daha sonra burada gəlirik. Talış dağlarında ümumiyyətlə nival landşaftı yoxdur. Hündürlüyü azdır çünki. Gəlirik burada mülayim isti, qonur meşə, dağ meşə. Acınahor Ceyrançöl arid denudasiyon bölgədir. Burada boz torpaqlar yayılıb. 4 yanlışdır. Meşə torpaqları olmaz. Cavab yerdə qalır 5. Daha sonra gəlirik buradan 23-cü suala. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Bu yerin planetar və geoloji inkişaf paragrafına aiddir. Yerin planetar inkişaf mərhələsində cavan dağlar yaranmayıb. Cavan dağlar Kaynozoy erasında yayılıb. Bu da geoloji inkişaf mərhələsidir. Pantalas okeanı yaranmışdır, doğrudur. İri neft-qaz yataqları bu geoloji inkişaf mərhələsinə aiddir. Kütləvi yağışlar, doğrudur. Radioaktiv parçalanma nəticəsində mantiyada maddələrin əriməsi, doğrudur. Paleodon Hertzin dağı əmələ gəlməsi Paleozoy erasındadır. Bu da geoloji inkişaf mərhələsidir. Cavab 2, 4 və 5-dir. Gəlirik buradan 24-cü suala. Deyir, eyni meridian üzərində yerləşən AB məntəqələri arasında 6660 km fərq var. Beynin yerləşdiyi enliyat xüsusiyyətlərini müəyyən edin. Rahat sualdır, biraz uzun görsənsə də. Deməli, A 40 cənub enliyindədir. Bunların arasında 6660 km, yəni 60 dərəcə fərq var. 40-dan 60 dərəcə yuxarı gedirəm. B yerləşir 20 şimal enliyində. Deməli, bizim axtaracağımız məntəqə 20 şimal enliyidir. Baxaq variantlara. Deyir ki, payız gecə-gündüz bərabərliyi günündə günəş bura 20 bucaqla düşür. Baxaq. Payız gecə-gündüz bərabərliyi günündə günəş ekvatorda zenitdə olur. Bura düşür 90 bucaqla. Görək 20 şimal enliyinə neçə bucaqla düşər? Ekvatorla 20 arasında 20 dərəcə fərq var. 90-dan da 20-ni çıxıram, eləyir 70 dərəcə. Deməli, 20 dərəcə ilə yox, 70 dərəcə ilə düşər. Bir yanlışdır. Passat küləkləri tropikdən ekvator əsən küləklərdir. Yəni 23.5 ilə 0 arasında əsir. 20 şimal enliyində bu aralığa düşür, doğrudur. Yay gün dönümündə günəşin bura düşmə bucağı 26.5 olmaz. Gəlin isbat eləyək. Yay gün dönümündə günəş şimal tropikində zenitdədir. 20 şimal enliyinə nə qədər düşər? Bura düşür 90 bucaqla. Bunların arasında 3.5 fərq var. 90-dan 3.5 çıxanda 86.5 eləyəcək. Bu yanlışdır. Sonra qış gün dönümü günü günəş 46.5 bucaqla düşür. Baxaq. Qış gün dönümü günü günəş 23.5 cənub enliyində zenitdə olur. Bura düşür 90 bucaqla. Biz tapmalıyıq ki, 20 şimal enliyində neçə bucaqdan düşür. Bunlar fərqli yarımkürədə olduğu üçün toplayırıq 43.5 eləyir. 90-dan da 43.5 çıxıram, eləyir 46.5. Doğrudur. Tropik işıqlanma qurşağında yerləşir. Bildiyimiz kimi tropik işıqlanma qurşağı 23.5-lərin arasıdır. Bu da 20 şimal enliyində bu aralığa düşür. Subtropik iqlim qurşağıdır, xeyr, tropik iqlim qurşağı olacaq. Cavab 2, 4 və 5-dir. Axarsız göllərə aid olan xüsusiyyətlər. Axarsız göllərin axarlı göllərdən fərqi nədir? Axarlı göllərə çay tökülür və çay başlayır. Axarsızda çay tökülür, amma çay başlamır. Şirinsulu olmurlar, şorsulu olurlar. Çaylar üçün mənbə və mənsəb olan axarlı göllərdir. Şorsuludular, düzdür. Rütubətlənmə misalının vahiddən kiçik olduğu ərazilərdə formalaşırlar, düzdür. Daha çox səhrada olurlar, düzdür. Əsasən humid yox, arid iqlimə malik, yəni quraq iqlimə malik olan ərazilərdə yaranırlar. Humid rütubətli deməkdir. Daha sonra gəlirik buradan 26-cı suala. Meyilliyi verilib, çayın uzunluğu verilib, mənsəbində atmosfer təzyiqi verilib, mənbəyinin hündürlüyünü bizdən soruşur. Deməli, meyilliliyi yazıram bura. Meyilliyi verilib 2,5. Çayın uzunluğu L ilə ifadə olunur, 1200-dür. Mən burada hündürlüyü tapmalıyam, düzdürmü? Meyilliyi üstünü yazıram. M bərabərdir D böl L. Düşmə bölünsün uzunluq. Yerinə qoyuram. 2,5 bərabərdir. L-i uzunluğu yerinə qoyuram. Düşməni tapmalıyam. Burada x bərabərdir. 2,5 vurulsun 1200. Bu eləyəcək 3000. Deməli, çayın düşməsi 3000-dir. Çayın mənbəyin hündürlüyünü tapmalıyıq. Mənsəbində təzyiq 760-dırsa, deməli, buranın hündürlüyü 0 metrdir. Bildiyimiz kimi 0 metrdə normal atmosfer təzyiqi olur 760. Deməli 3000 fərq varsa aralarında, deməli bura 0-dırsa 3000 çıx 0, mənbə olacaq 3000. Cavab burada oldu 3000.
27-ci sual iqtisadi rayonlar verilib. 1 Zaqatala, Şəki Zaqatala, 2 Quba Xaçmaz iqtisadi rayonlarıdır. Baxaq. Tütüncülük və qərzləşli meyvəçilik Şəki Zaqatala iqtisadi rayonuna aiddir. Cimə Xaltan mineral bulaqları Quba rayonu ərazisindadır. Gedəcək Quba Xaçmaza. 2 ölkə ilə sərhəd olan Şəki Zaqataladır. Rusiya və Gürcüstanla sərhəddir, amma Quba Xaçmaz ancaq Rusiya ilə sərhəddir. Daha sonra ərazisindən mühüm suvarma kanalı keçir. Buradan Samur-Abşeron kanalı keçir. Əhalinin milli tərkibi yeksinlisi xeyr. Hər ikisində fərqli millətdən olan belə deyim də əhali yaşayır. Daha sonra gəlirik situasiya mətninə. Deyir ki, bizə verilən situasiya mətni üdemi və ümumi mövzusuna bağlıdır. Deməli, deyir ki, üdemi və ümumi milli məhsul verilib, adam başına düşən kəmiyyət verilib, B ölkəsinə aid olan məlumatlara əsasən sualları cavablandırmalıyıq. Deməli, baxaq. Ümumi milli məhsulun ümumi dəyəri 550 milyard dollar. Deməli, ümumi milli məhsul bu hissədir. Bura 550 milyard dollardır. Ölkə xaricindəki milli şirkətlərin istehsal etdiyi xidmətin dəyəri 250 milyard dollardır. Ölkə daxilindəki xarici şirkətlərin istehsal etdiyi məhsul və xidmətlərin dəyəri 150 milyard dollardır. Bizə ÜDM-nin ümumi dəyərini tapmalıyıq. ÜDM bu hissədir. Deməli, bu hər ikisinə oxşar xüsusiyyət olan ölkə daxilindəki milli şirkətlərin istehsal etdiyi xidmətləri tapmalıyıq. 550-dən deməli 250 çıxanda eləyəcək bura 300. Bax, bura ilə buranın cəmli ÜDM-ni verəcək. Eləyəcək 450 milyard dollar. ÜDM-ni tapdıq. 450 milyard dollar. Daha sonra B ölkəsində ÜDM-nin adam başına düşən həcmini hesablamamızı istəyir bizdən. Bunun qaydası ÜDM-ni bölürük əhalinin sayına. Əhalinin sayı nə qədər verilib? 10 milyon nəfər. Bunu 10 milyard böləndə edir 45 min dollar. Deməli, 45 mindirsə, 45 min və ondan çoxdursa, ölkələrin inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələrə aiddir. 30-cu sualda da inkişaf etmiş ölkələr tapmağımızı istəyir. Buradan deməli 4 Fransanı seçə bilərik, 5 Yaponiyanı, 2 Avstraliyanı. 2, 4, 5-dir cavab. Özünüzə yaxşı baxın. İnşallah növbəti videolarda görüşənədək.